Salam. Qəbula son günlər qalıb. Start verib natural ədəddən tutmuş, sonuncu ən fəza fiqurlarına kimi də ən çətin mövzuların hər birindən qəbula düşmüş suallar izah edəcəyik. Yəni seçib içərisindən vaxt itirmədən ən çətin sual, yəni imtahana düşə biləcək sualların hər birinə baxacağıq. Bu günlərim natural ədəddən başlayaq. Bax, qəbula düşmüş sualı 2019-cu ildə birinci sual. Bir qədər ekran yekəldək ki, hamıya arxayın görsənsin. Bax, birinci sualda deyir ki, m natural ədədini 5'ə böldükdə m natural ədədini 5'ə böldükdə qalıqda 3 alınır. M kvadratı üstə gələk 6m üstə gələk 5 ədədini 5'ə böldükdə qalıqda neçə alınır? Təbii ki, burada m-ə görə qalıq üstüsə m-in kvadratına görə qalıq 3'ün kvadratı olacaq. M-ə görə qalıq 3-sə qalıq 3 dəfə 6, m-ə görə qalıq 3 dəfə artar, üstə gələk 5. Bunu da hesabladığımız zaman 9 üstə gələk 18, üstə gələk 5. Bu da eləyəcək 32. Deməli, burada artığımız, qalığımız 32 olur. Təbii ki, 5'ə böləndə qalıq 32 ola bilməz deyə 32'nin də təzdən qalıqlar cəmi 32 elədi. 32'ni 5'ə bölürük. Altda 5'in 30, qalıqda olacaq 2. Yəni düzgün cavab B variantı. Növbəti istəyirəm ikinci suala baxaq. Sadə sual kimi düşə bilər. X, Y çıxılsın Y, Y, X çıxılsın X bərabərdir 2'yə. Deyir ki, bu şərt doğru olarsa X plus Y cəminin ən böyük qiymətini tapın. X, Y və Y, X natural ədədləri üçün bu münasibət verilib. Burada ən gözəl açılış verərik. Burada 10x üstə gələk y çıxaq y. Aşağıda 10y üstə gələk x çıxaq x. Bərabərdir 2'yə. Burada y-lər islah gedir. Sonuç olaraq 10x bölünsün 10y qalır. Bərabərdir 2'yə. Onlar da gedir. X bərabərdir 2y. İndi burada x, y araşdıracağıq. Deməli, x plus y cəminin ən böyük qiymətin deyir tab. Burada fikir versək, əslində biz burada uşaqlar y-yə qiymət verib x-i tapmağımız daha sərfəli, çünki 2'yə vururuq. X-ə, y-ə nə qədər böyük qiymət versəm, x də bir o qədər böyük eləyər. Y-ə ən çox 4 verərəm, bu zaman x-in də qiyməti eləyəcək 8. Çünki məsələn, y-in ən böyük qiyməti tutaq ki 5 versəm 10 eləyir. 5 dəfə 2'nin 10 eləyəcək. X də rəqəmdir, rəqəm 10 eləyə bilməz. Ona görə y-in də x-in də ən böyük qiyməti 4, 8'dir. 4 üstə gələk 8, rəqəmləri cəm istəyir. Bu da eləyəcək 12, yəni düzgün cavab C variantı. Növbəti üçüncü sual sadədir. Seçib baxacağıq. Aha. 4 də onun kimi, yenə də deyim də, 3'ü də qoyayım, 9'a bölünmə əlamətinə görə işləyirik. Rəqəmləri cəmi 9'a bölünən ədəd özü də 9'a bölünür. İndi rəqəm 5, 6, 2 rəqəmləri cəmi neçə eləyir uşaqlar? 13, 13'ün üstünə neçə gəlsək 9'a bölünər 5. Deməli, düzgün cavab Y variantı. Uduzun yerinə 5 yazılmalıydı. 4. Məhdəlin uzunluğu ən az nə qədər olmalıdır ki, onu ayrı-ayrılıqda 32 və 42 santimetrlik hissələrə ikisiz bölmək mümkün olsun. Deməli, məhdəl elə uzunluqda olmalıdır ki, həm 32'yə bölünsün, həm də 48'ə. Deməli, həm 32'yə, həm də 48'ə bölünən ədəd lazımdır. Bizə bunların əkobu lazımdır. Yəni, ən kiçik hansı ədəd olmalıdır ki, həm 32'yə, həm də 48'ə bölünsün. Bunu adi qayda ilə də sadə vurğularını ayıraraq da hesablaya bilərik. Sadəcə olaraq biz indi 11-ci sinifə çatmışıqsa, təbii ki, bunu ən səmərəli yolla 16 bunların ortaq vurğudur çölə çıxardırıq. Əkob qalır yerdə 2 ilə 3. Deməli, burada uşaqlar 2 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Onların əkobu isə hasilləri olur 6. Bu da eləyəcək 96. Deməli, ən azından 96 santimetr olmalıydı. A variantı. 5-ci sualda x, y asılı olmayaraq, yerinə yaza biləcəyin rəqəmdən asılı olmayaraq, böldükdə, bax, bir dəfə yerləşir, x, y bir-birinin içərisində. Növbəti 0 deyilir. 0, x, y 0'ın içərisində yerləşmir. Növbəti 6 yendiririk.
Yenə də 2 rəqəmli ədəd heç vaxt 1 rəqəmli ədədin 0 əvvəldə heç bir təsir eləmir də, 6 olur burada. Yerləşmədiyi üçün deməli bu qalıq elə 6 olur. Bölünmədiyi üçün 2 rəqəm yeniliyi üçün 1-in yanından qismətin yanına 2 dənə 0 gələcək. Deməli burada qismət A 100, qalıq isə B olduğu üçün elə 6 olacaq. Bunların da hasili 100 vuraq 6 eləyir 600. Bu qədər rahat. Növbəti 6-cı sualda deyir ki, 4-ə bölünən neçə 2 rəqəmli ədəd vardır? Burada isə uşaqlar, bu tiplərdə 4-ə bölünən neçə 2 rəqəmli ədəd vardır? Birinci 4-ə bölünən ən kiçik 2 rəqəmli ədəd 12-dir. Ən böyük isə 96-dır. Burada 96-dan çıxıram 12-sin. Bölürük 4-ə. Neçə artır da? Burada 4-ə bölünənlər 4. Əlavə də üzərinə 1 gəlirik. 96-dan 12-sin çıxanda 84. Bölünsün 4, üstə gələk 1. 21 üstə gələk 1, eləyəcək 22. Yəni düzgün cavab A variantı. Növbəti 7-ci sualda bunların hasilini tapırıq. Sadə sualda eyni ədədin əkobu ilə əbobunun sadəcə olaraq bir-birinə hasilini taparkən həmin ədədlərin hasilini tapmaq kifayət eləyir. Növbəti 8-ci suala baxaq. Həm 35-ə, həm 28-ə böldükdə qalıqda 4 alınan ən kiçik çox rəqəmli natural ədədi tapın. Burada fikir versək, həm 35-ə, həm də 28-ə böldükdə qalıqda 4 alınan ən kiçik çox rəqəmli natural ədədi tapın. Deməli, əvvəlcə mən 35-ə və 28-ə bölünən ən kiçik ədədi tapım. Yəni, bunların əkobunu tapmalıyıq, bölünən. Bunların da əkobu, bayaqki qayda ilə ortaq vuruq kimi 7-ni atırıq çölə, 7 vuraq əkob. Qalır 5, 4. Bu da 7 vuraq 20, eləyəcək 140. İndi 140 bunların hər birinə tam bölünür. Qalıq 4 olduğu üçün 140-ın da üstünə 4 kəlləm, ədəd eləyir 144. Deməli, düzgün cavab C variantı olacaq. Növbəti 9-cu suala baxıram. X, Y, Z 5Y bərabərdir 6Z-ə. X bərabərdir 2Z olarsa deyir ki, X plus Y plus Z cəminin ən kiçik qiymətini tapın. İndi burada uşaqlar X, Y, Z hər biri natural ədəddir. 5 6-ya bərabər ola bilməz də. Ən azından 5 6-ya vurmalıyam. Deməli Y 6-dır. 6-ını da 5-ə vurmalıyam. Z də ən azından 5 olmalıdır tam ədəd. İndi Z-in də 5 olduğunu bilirsə, gətirib burada yerinə nəzər alırıq. 2 vuraq 5, eləyir 10. Deməli, ikisi də 10 çıxır. İndi burada bunların cəmini tapırıq. 6 üstə gələk 5, üstə gələk 10, o da eləyir 21. Düzgün cavab C variantı. Növbəti 10-cu suala baxıram. 10-cu sualda deyir, bölənlərin sayı 6, sadə vuruqlarına ayrılışı isə 3 üstü M, 5 üstü N olarsa, natural ədədlərdən kiçiyini tapın. Burada bölənlərin sayı deyir 6-dır. Bölənlərin sayı nətər tapırdıq? Verilmiş ədədin sadə vuruqlarla ayrılışı verilib də 3 üstü N, 5 üstü N. Qüvvətlərin üzərinə 1 gəlib bir-birinə vurmaq kifayət edirdi. Yəni, N üstə gələk 1. Bərabər eləyirəm 6-ya. İndi burada qüvvət natural ədəd olduğu üçün, indi hansı ədədlərin hasili 6 eləyə bilər? 1, 6 və yaxud 6, 1 və yaxud 2, 3, 3, 2. Yəni, burada indi ədədin ən böyük qiymətini araşdırırıq. Burada nəyə fikir verməliyəm? 5-in qüvvəti nə qədər böyük olsa, verilmiş ədəddə bir o qədər böyük olar. İndi kiçiyini soruşduğu üçün, indi burada bu halların hər birini araşdıraq. M1 olmaq, fikir verək uşaqlar. Diqqətlə fikir verək. M plus 1, 1 olmaq üçün, birinci hal üçün. M 0, N 5 olmalıdır. 6 bir halı üçün isə M 5, N isə 0 olmalıdır. 2-3 halı üçün M
1, n 2. 3 2 alır 3'ün isə m 2, n'in qiyməti 1 olmalıdır. Gətirib yerinə yazanda hasil altını verməlidir də. İndi bunların içərisində ən kiçik ödəyən 2 1 haldır ki, onu nəzərə alsam, onda 3 üstü 2, 5 üstü 1 eləyər. O da 9 vuraq 5 eləyəcək 45. Deməli, bu ədədin ən kiçik halı D variantı 45'dir. 11-ci suala baxıram. 11-ci sualda A vuraq B bərabərdir 17, B vuraq C bərabərdir 5'dir. Deyir AB-də, C-də natural ədədlərdir. Hansı natural ədədlərin hasili sadə ədəd eləyər? Deməli, buradakı vuruqlardan biri 17 ilə 5 sadədir axı. Deməli, vuruqlardan biri 1 imiş də. Deməli, hər ikisində ortaq B olduğu üçün B nağdı 1 olmalıdır. A-nın qiyməti də 17, C-nin qiyməti isə 5'dir. Deyir ki, indi A plus B, C cəmini tapın. İndi burada 17 üstə gələk 1, üstə gələk 5. Bu deyilir 23. Bu qədər sadə. Düzgün cavab B variantı. Növbəti 12-ci suala baxaq. Model sualdır. Deyir, səbətdə 14 alma, 28 armud, 49 ədəd heyva var. 49 ədəd heyva. Hər qutuya bu meyvələrdən yalnız birindən və hər birində bərabər sayda olmaqla yığmaq üçün ən az neçə qutu lazımdır? Yəni, burada nə demək istəyir? Yəni, məsələn, bir qutuya ancaq alma, yaxud armud, yaxud da heyva yığa bilərsən. Yəni, burada həm 14'ü, həm də 28'i, həm də 49'u bərabər sayda bölən ədəd lazımdır. Yəni, bunları əbob tapıram. Əbob 14, 28, 49. Deməli, 14, 28, 49. Bunların da əbobu 7 olacaq. Deməli, bunların neçə qruplaşdıra bilərik? 7, 7. İndi fikir versək, bax, 14'ü bölürəm 7'yə, ikisi düşür. Deməli, 2 qutu alma olacaq. 28'i bölürəm 7'yə, 4 qutu armud olacaq. 49'u bölürəm 7'yə, 7 qutu da heyva olacaq. Ümumilikdə isə 13 qutu lazımdır. Düzgün cavab B variantı. Bu qədər sadə. Sonra 14-cü sual. 14-cü sualda isə deyir ki, biri o birindən 4 vaid böyük olan, iki natural ədədin kvadratları cəmi 400'ə bərabərdir. Bu ədədlərin cəmini hesablayın. Biri o birindən 4 vaid böyükdür. Birini x deyirəm, digərini isə x üstə gələk 4. Deyir, 2 natural ədədin kvadratları cəmi 400'dür. Yəni, x-in kvadratı üstə gələk x plus 4'ün kvadratı bərabərdir 400'ə. Burada açılış verək. X-in kvadratı üstə gələk x-in kvadratı, üstə gələk 8x, üstə gələk 16 bərabərdir 400. 2x'in kvadratı plus 8x, 400'dən 16'sını çıxsaq, çıxılsın, özdə mənfisi ilə də sol atıqda mənfi olur. Mənfi 384 bərabərdir 0. Kvadrat tənliyanında biyyətə görə işləmək üçün bir tərəf 0 eləməliyik. Daha doğrusu baş əmsalı 1 eləməliyik. Bölürəm 2'yə. X'in kvadratı üstə gələk 4x eləyəcək 192. İndi hasili 192, mənfi 192. Cəmi isə ikinci əmsalın əksi, mənfi 4 olun. Hansı ədədlər olar? Müsbət 16 və mənfi 12. Mənfi 12 ola bilməz, 16'nı götürürük. Deməli, ədədlərdən biri 16, digəri də bundan 4 vaid böyük 20 eləyir. Bu ədədlərin cəmini soruşur. 16 üstə gələk 20. Burada xırda səhvliyi elədik. Deməli, burada uşaqlar mənfi 14, mənfi 4 ilə mənfi 16 ilə müsbət 12'dir. Mənfi 16'nı götürmürük, müsbət 12'ni götürürük. Xırda bir dənə səhvə getdi. 12 digər də bundan 4 vaid böyük 16 olur. İndi 12 üstə gələk
16 cavab eləyəcək 28. Bu ədədlərin cəmi 28. 15-ci suala baxaq. 15-ci sualda 102-nin kvadratı çıxaq 63-ün kvadratı deyir, neçə sadə bölən var. Uşaqlar, bunu əvvəlcə sadələşdirək müxtəsərə görə. Təbii ki, tək-tək hesablamaq sərf eləməz. 102-dən çıxacağım 64-ün, 102-nin üzərinə gələcək 63. Burada da 102-dən 63 çıxdıq. 39 vurulsun 165. İndi bunları indi bax rahatdır da hasil alındı. Sadə vuruq kimi yazsaq 39 3 vuraq 13 165 isə 3 vuraq 5 vuraq 11 kimi yaza bilərik. İndi burada deyir ki, neçə dənə sadə bölən var. Hərəsindən bir dənə 3 götürəcəyik, bir dənə 13, bir dənə də 5, bir dənə də 11. Deməli 4 dənə sadə böləni olar. Sadə vuruq dedikdə isə hamısını götürməliydik. Yəni düzgün cavab B variantı olar. Növbəti 16-cı suala baxaq. 16-cı sual A bərabərdir kombinizon 9-undan 5, B bərabərdir 9 faktorial. Deyir ki, əkob AB bölünsün əbob AB. İndi uşaqlar, bu soruşduğuna diqqət eləyin. Bu soruşduğu elə nəyə bərabərdir? Heç buna ehtiyac yoxdur, ox qoymayaq da. Bu soruşduğu elə C-yə bərabərdir. C də nədir? Ortaq olmayan sadə vuruqların hasili. Əvvəlcə A-nı kombinizon açaq. 9 faktorial bölünsün, 9-dan 5-in çıxıram, 4 faktorial vurulsun 5 faktorial. Bu isə 9-u açaq, 9 vurulsun 8 vurulsun 7 vurulsun 6 vurulsun 5 faktorial. 4'ü 5 faktoriala canaşdım. 4'ü də məcbur şəkildə açacağım. 4 vur 3 vur 2 vur 1. 5 faktoriallar getdi. Burada 3, 2, 6 ilə getdi. 4 ilə 8 gedir. Yerdə qalır 2. Sonuç olaraq A-nın tərkibində nə qaldı? 9 vuraq 2 vuraq 7. İndi baxıram B-yə. B-də isə 9 faktoriyalı açılış versək, 9 nə deməkdir uşaqlar? Bax, 9 vuraq 8 vuraq 7 vuraq 6 vuraq 5. Burada kifayət eləyər. Burada bəs eləyər. 5 faktoriyalda saxlayıram. Bax, 9 ilə bu 9 hər ikisində var, ortaqdır. Sonra 7 ilə bu 7 ortaqdır. Bu 2 ilə də bu 8-in tərkibindəki 2 gedəndə burada 4 artıq qalır da. 8-in elə bir ki, tərkibindəki 2 ilə oradakı 2 ortaqdır. 8-in amma tərkibindəki 4 artıqdır da. Deməli burada son olaraq yerdə deməli B-nin tərkibində yerdə qalanlar elə ortaq olmayanlardır. Yəni 4 vuraq 6 vuraq 5 faktorial. Bu da elə 4 vuraq 6 5 faktorial 120 eləyir. 6-ya da vuranda 720. 4'ü vuracağıq 720'ye 2880. Düzgün cavab burada yoxdur. Təbii ki, elə 2880 olaraq da qalacaq. Növbəti suala baxaq. 17-ci sual. Deyir, ən böyük 5 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Bu nə sadə sualdır. Sadəcə olaraq düzgün oxu da. Ən böyük 5 rəqəmli natural ədəd neçədir uşaqlar? 99999. Ən böyük 2 rəqəmli natural ədədin fərqi də o da 99'dur. Fərqi eləyəcək 99900. Deyir ki, ən böyük bir rəqəmli natural ədəddən neçə dəfə böyükdür? Böləsinə 9'a, bu da düşəcək 11100. Düzgün cavab D variantı. 18-ci sualda isə deyir, ulduzun əvəzinə hansı rəqəm olduqda 9'a bölünür? Bu tip işlədiyə ehtiyac yoxdur. 19 tiplisində işlədik. Baxıram 20-ci suala. 5x çıxılsın 4 və 3y plus 2. Deyir, qarşılıqlı sadə ədədləri üçün. Bunlar qarşılıqlı sadə ədəddir. 58
vurulsun 5-2 çıxaq 4 bərabərdir 22 vurulsun 3y plus 2. Şuralar burada 58 22'ye bərabər ola bilməz. Yəni 58'i 22'ye vuraram. Belə qayda demişik də 22'ni də 58'e vurarıq. Onda belə çıxır ki 5-2 çıxaq 4 58'i 22'ye vurmalıyam deyil. 5-2 çıxaq 4'ün yerində 22 durar. 3y plus 2'nin də yerində 58 durar. Amma şərti nəzərə almalıyam ki, burada deyir ki, verilmiş ədədlər qarşılıqlı sadədir. 22 ilə 58 qarşılıqlı sadə ədəd deyil axı. Ona görə də bu 22 ilə 58'i götürmək olmaz. Ona görə əvvəlcə 58 ilə 22'ni 2'yə ixtisar aparıram. Yəni bölə bilərik də bərabərliyin sağını solunu eyni ədədə bölmək mümkündür. Bu da 2'ye böldükdə 29 vuraq 5-2 çıxaq 4 bərabərdir 22'ni də 2'ye böldükdə 11 vurulsun 3y plus 2 qalır. İndi 29'u 11'e vuraram, 11'i də 29'a. Bu zaman 5-2 çıxaq 4-dən 3y plus 2'ni ifadə elədiyim ədədlər 11-dən 29 qarşılıqlı sadə ədəd olar. Yəni 5-2 çıxaq 4 bərabərdir 11'e. Buradan x'i hesablasaq, x çıxacaq 3. Digərində də 3y plus 2 bərabərdir 29'a. Burada da y hesablasaq çıxacaq 9. Məndən isə burada xy hasilini soruşur. 3 vuraq 9 eləyəcək 27. Yəni düzgün cavab 27. Bu günlərim natural ədədlərdən qəbula düşmüş suallara baxdıq. Müəyyən qisminə baxdıq da. Yenə də bu da sizin üçün böyük bir təkrar oldu. Yəni hər mövzudan çalışacağım ki, daim olaraq atım. Hər birinizə uğurlar arzulayıram. İnşallah yəni gələcəkdə də uğurlarınız bol olar. Yəni nəinki 11-ci siniflərə, həmçinin bu 10-cu, 9-cu siniflərdə səmrəlidir ki, yüksək səviyyədə mövzunu təkrar etmiş olur. Yəni hər bir suala demək olar ki, toxunduq. Bu qədər. Davamı gələcək. Sağ olun.